Müqəddəs Ramazan ayının başlanması münasibətilə hər birinizi təbrik edirik. Azad Azərbaycan 106.3 FM-də iftar vaxtına qulaq asa bilərsiniz. Hər gün axşam saat 20:00-da efirdəyik. Orucluqla bağlı və Ramazan ayının fəziləti haqqında danışırıq. Odur ki, bütün suallarınıza bu verilişdə cavab tapa biləcəksiniz. 11 ayın sultanı, müqəddəs Ramazan ayının başlanması münasibətilə Milli Radio 106.3 FM öz ənənəsinə sadiq qalaraq dinləyicilərinə iftar vaxtı verilişini təqdim edir. Oruç tutmağın vacib şərtləri, orucun vaxtı, həmçinin din xadimlərinin çıxışları verilişin əsas məzmununu təşkil edir. Əziz dinləyicilər, Azad Azərbaycan radiosunda iftar vaxtına qulaq asırsınız və bir ay ərzində hər axşam saat 8:00-da efirdə olacağıq. Sırada Ramazan ayı haqqında qısaca məlumat gəlin dinləyək. Oruç tutan insanları ən çox maraqlandıran sualları cavablandırmaq üçün hər gün Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları verilişdə iştirak edir. Əsas məqsəd oruç ibadətinin düzgün yerinə yetirilməsi ilə bağlı maarifləndirici məlumatlar təqdim etmək, həmçinin iftardan öncə efir vasitəsilə iftar və imsak vaxtlarının ölkə üzrə vahid tərtib olunan cədvələ uyğun elan olunmasıdır. Müqəddəs Ramazan ayının birinci günündə İçərişəhər Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli iftar vaxtının qonağı olub. İlk öncə bütün Azərbaycan xalqını və bizi dinləyən efir vasitəsilə canlı olaraq hər bir şəxsi təbrik edirəm və Azərbaycanımıza əmin-amanlıq, səadət və Allah Teala işğal olunmuş ərazilərimizi sülh yolu ilə özümüzə qaytarsın və şəhidlərimizə də bu əziz gündə Allahdan rəhmət diləyirəm. Hər il olduğu kimi eyni zamanda ATV həm televiziyası, həm də 106 radio xalqı maarifləndirir. Təbii ki, bu 30 gün ərzində hər bir insanlar maariflənməlidir və təbii ki, suallar veriləcək və biz də üzərimizə düşən bir vəzifə olaraq Qafqaz müsəlmanlarının demək olar bir səlahiyyətlisi kimi mən də bütün insanları maariflənmədə yardımcı olacağım inşallah. Veriliş ərzində Ramazan ayının fəziləti və oruç ibadətinin vacibliyi haqqında radio dinləyicilərinə ətraflı məlumat verən Hacı Surxay Məmmədli, İslam dinində bu vacib əməlin Allah dərgahında önəmini vurğuladı, orucun vacib şərtlərini açıqladı. Biz orucu sadəcə bir mədəmizin boş qalması deyil, cismimizi əziyyətə salmaq deyil, əslində orucun tutulmaq mahiyyəti ruhumuzun təskinliyidir, ruhumuzun saflaşmasıdır, ruhumuzun intibahıdır, ruhumuzun oyanışıdır. Peyğəmbər İslamın hədislərində də qeyd olunur ki, sizin yatmağınız belə ibadətdir, nəfəsləriniz zikr və təsbihdir. Yəni insan heç bir ayda bu möhtəşəm bir gün və dəqiqəni yaşaya bilmir. Doğrudan da insan bir rahatlıq hiss eləyir, yəni ki, daxili rahatlıq hiss eləyir, bir səmimiyyət hiss eləyir və bu insanlar arasında bu qardaşlıq hiss eləyir. Doğrudan da İslam özü sülh həm də bir itayət deməkdir mənaca. Ancaq doğrudan da bu bir sülh dinidir, İslam dini, yəni qardaşlıq dinidir. Qeyd edək ki, iftar vaxtı verilişini həm radio, həm də internet vasitəsilə dinləyə və izləyə bilərsiniz. Bunun üçün 106-3 fm.az saytına daxil olmaq kifayətdir.